Mən Nəvai Metin, Uluslararası Aktivist Sanatçılar Dərnəyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi. Uluslararası Aktivist Sanatçılar Birliyinin ümumiyyətlə amacı dünyada sülhə nail olmaq, insanlar arasında barış yaratmaq, sülhü yaratmaq, insanlar arasında ümumiyyətlə və bizimki də məhz sənət üzərindən keçir. Biz də çalışırıq ki, dünyada sənət adamlarının birliyini təşkil edək, dostluğunu təşkil edək və bu baxımdan mən bir proje irəli sürdüm ideyası, dünyanı sənət xilas edəcək. Və bu proje çərçivəsində biz bir sıra mədəni kütləvi tədbirlərə imza atdıq. Onlardan biri də bugün təqdimatına yığıldığımız 100 dünya qadın rəssamı, yəni dünyanın 100 qadın rəssamı da desək daha doğru olar. Və biz burada bir 30'a yaxın, 30'a qədər rəssam Azərbaycandan qatılıb, xanım rəssamlar. Amma qalan rəssamlar təsəvvür edin ki, dünyanın hər yerindən var. Bəlkə Amerika olsun, Almanya, Yordaniya, Bahreyn, yəni dünyanın hər yerindən, Rusiyadan, müxtəlif yerlərdən rəssamlar, rəssam xanımlar. Ən azından mən bilirəm ki, bizim kitabımız vasitəsilə qiyabi də olsa, o xanım rəssamlar bir-birini tanıyacaq. Bir-birindən ən azından bir WhatsApp görüşməsi eləyərlər, Facebook görüşməsi, bir tanışlıq yaranacaq. Bundan da mən özüm çox şadam ki, belə bir şeyə vəsil oldum. Sen telefon yukarıdan çekilir misin? Bugün artıq qalmaqımız var, yığıldığımızın məqsədindədir, nədir? Bir katalog gətirək və dünyanın 100 qadın rəssamı deyə kataloquyuq, üzün adımlar atırıq. Və burada adamlar çox bizim burada, çox hörmətli ziyanlarımız var, qonaqlarımız var, xanım rəssamlarımız maşallah keçirik. Burada dediyim kimi mənim ustadlarım buradadır. 1983 yılda bazı başqa adamlardan bilmənəm ki, mən Azər Rəsulları götürəcəyim. Burada bunu rəsmi öyrədən bir kişidir. Universitet rəsmini var. Mən Zabbarova Gülşad, Rəssamlar İttifaqının üzvüyəm. Bu tədbirdə iştirak etmək üçün Rusiyanın Moskva şəhərindən gəlmişəm. Mən çox şadam ki, bu tədbirdə iştirak edəcəyəm. Bu mənim kimi 100 qadının kitab vasitəsilə, qiyabi də olsa, tanışlığına vəsilə olacaq. Mən belə düşünürəm ki, Əkbər bəy, mən sizin Hər beynəlxalq səcilləri layihələrlə çıxış eləmirsə, burada artıq bir neçə müəyyənliyə ehtiyac çıxır. Birincisi, bu təşkilat ayaqdadır, bir ustadlarımız buradadır. Eyni zamanda Azərbaycanın ən azı Türk dünyasında, çoxu ilə Türk dünyasından qıraqda da bir sənət mərkəzi burada iddiasını və bəzi ölkələr, dövlətlər və olsun iddianın altında qalabilirlər. Bunu qurban etmək kimi çıxması bizim dırnaq arası qonşumuz uzun illər Azərbaycan torpaqlarının işğal altında saxlayarkən çox böyük iddialardaydı. Yəni orada ikinci yerlərdən çıxmaq qoymayacağına əmin idi. Sonra da dənizdən dənizə dövlət qurmaqlarımız və bugünkü təqdimatımız belə ödələr bir heyətdə təqdimatımız bir daha sizin başarınızın təntərəsinin ifadəsidir. Sizin və sırdaşlarınızın, sırdaşlarınızın təmkinlə gerçəkliyi üzrə qalırlar. Bunun bütün ilərləmə fəaliyyət sahələri yalnız siyasətə diplomatiyələr və deyil, ictimai siyasətdə deyil, digər fəaliyyət sahələrində şam ensiklopediya nəşrlərdən başlayır. Mən əvvəllər bizim ictimai bilimlər siyasəti Həsənzadə Xatirə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti. Həm də rəssam, həm musiqişünas, həm rəssam kimi özümü əlbəttə xoşbəxt hiss eləyirəm ki, belə bir
məkanda yerləşirik. Atatürkün adını daşıyan mərkəzdə yerləşirik. Bu belə tədbirlər artıq ikinci dəfədir olur və mən deyərdim ki, dünyanın 100 qadın rəssamlarının bir yerə toplanaraq bir kitabda toplanması ideyası bizim istedadlı rəssamımız Nəvai Mətinin ideyası idi. Bütün ideya, onun həyata keçirilməsi əslində bu indiki müasir dövrdə mürəkkəb məsələdir ki, müxtəlif bölgələrdə, müxtəlif dünya xalqlarının nümayəndələrini bir yerə yığıb belə bir toplu eləmək. Nədir rəsm, nədir sənət əsəri, yəni onu açmağa yəqin ki, mahiyyəti yoxdur fikir açmağa. Sadəcə onu demək istəyirəm ki, yəni bu deyirlər ki, gözəllik insanı xilas eləyir, gözəllik ümumiyyətlə cəmiyyəti xilas eləyir, həyatı xilas eləyir, insanı sağaldırır, ruhunu sağaldır. Elə bilirəm ki, bu kitablar vasitəsilə insanlar bir-birləri ilə danışır və diyaloqa girir və insanın müalicəsinin formalarından biridir. Dünyaya yayılaraq biz bir-birimizlə o sərhədləri, olmayan sərhədləri sanki götürürük. Bu 100 elə bilirəm simvolik bir saydır. Yəni bu yəqin 100 davamlı olacaqdır. Bir-birimizi tanımağımızdır. Dili bilməyərək rəsm əsəri elədir ki, musiqi əsəri elədir ki, sən dil bilməyərək ünsiyyətə girirsən. Nə gözəl ki, Nəvai müəllim yəni bu addımı atdı və 100 qadını, 100 insanı bir-biri ilə, yəni körpü yaratdı bir-birlərinin arasında. Uğurlar hamıya. Hər kəs hərə öz sahəsində bu işə imza atmalıdır. Hərə öz, yəni rəssamlar da ola bilər, musiqiçilər ola bilər, elm adamlar ola bilər. Bunlar hərəsi öz sahəsində birləşməlidir ki, dünya insanlarını birliyə dəvət edəsin. Çünki bilirsiniz də, dünya fəlakətə gedir. Dünyada ancaq savaş, müharibə, su dağıtmaq, yıxmaq və buna inat biz də sənətimizi inkişaf elətdirməliyik və sənət vasitəsində ən azından o siyasi masalardan uzaq, ən azından sənət adamlarının birliyindən nail olmaq istəyirik. Dostluğunu yaratmaq istəyirik. Mən dediyim kimi həm o proyektin ideya rəhbəriyəm, həm də kitabın birbaşa rəhbəri mənəm, belə deyim, müəllifi mənəm. İnsanın ağlı, qəlbi işarə etmiş halının gələcəyə yox. Bu ondan nəticələri mədəniyyət başlayır. Homo sapiensin ilk addımlarından insan o zaman heyvandan fərqli olaraq ekstra somatik sistemə səhvəcək. Bütün hamımız biz onunla bağlı həyatımızla mən çox sevilirəm. Hamımızın bizim var. Çizgilərini çəkir. Baxın, mən məktəb qalarım, sən məni tanımırsan, sən mənim şəklimi çəkə bilərsən, amma mənim bütün həyatımın çizgiləri mənim sifətimdə orada əks olur. O qədər ürəkləri bizim Azərbaycan yolundan hadisənin şahid olur. Deməli, bir adamla evlənib, evlənəndən sonra bunun yoldaşı uşaq
anadan olarken ölür. Kadın ölür, şaşırı tutup yere alır. O oğlan uşağı olur. Gelin bir dönemde bu evlilik yıkılarını sahibi, anasını görmemiş adam,